Sen hayatını boyarsın pembeye. Mən bunlara razılaşmıram. Ümumiyyət apartmanı Kamal üçün həyata qarşı məsuliyyəti aradan qaldırır. Bir yandan normal həyatı davam eləyərkən, digər bir yandan gənc qızla arzularını reallaşdırmağı ifadə eləyir. Tamam, psixologiya kitabları bu reformulyasiya eləyərkən bu sevgidən, bu yası bitirə bilməməni bir takıntı olaraq və yaxud da ki, tamamlanmamış yas olaraq formulyasiya eləyirlər və sanki burada sevgi yoxdur deməyə gətirirlər. Amma mən düşünürəm ki, burada bir əmək var, dərin bir duyğu var və müsbət şəfqət duyğusudur. Yəni burada həmin şəxs özündən başqa heç kimə zərər verməmiş olur və buradakı o sevginin də əsilliyindən, gerçəkliyindən şübhə duymağa da çox da ehtiyac görmürəm. Yəni gərək nə qədər zorlayasan ki, deyəsən ki, yox bu əsl sevgi deyil, bu takıntıdır. Kamal rolunda olan çox da gözəl oyunçunun özünün dediyi kimi mən burada bir canavar görmürəm. Sevgiyə ehtiyacı çox, bizdən qat-qat çox olan bir insanın sevgini tapdığında dünya xoşbəxtliyi yaşadığını, yəni ki, özünü o biri tərəfindən sevildiyi üçün o qədər xoşbəxt hiss edir ki, bunu filmdə biz görə bilirik. Diğer tərəfdən də o sevgini itirdiyində də onun xatirəsini illərcə qoruyub saxlayacaq bir insan görür. Kimin xatirəsini bir muzey quracaq qədər və yaxud da ki 30 il boyunca koruyup saklar. Bu işi kabul edildiğinde bana dediler ki acaba o canavarı nasıl oynayacaksın dediler. Senaryoyu okumuştum, ardından romanı okudum. Ben bir canavar göremedim. Ben acayip bir insan gördüm yani. İnsan yani. İkimizden bir çift yaratırsam, güzelliklerle aşk, mutluluklarla dost, acıya, kavgalara paydos.